həftəlik baxım 24 maydan 31 may zamanlaması və də Dolça, əkizlər, tərəzi, hava ünsürlərindən yana baxış. Baxaq ilkin pillədə dolçalardan yana. Dolçalar, pillə, müzakirə, diyaloglar və danışıqlar olaraqdan biraz qanqaraldıcı durumların mərkəzində həm qalacaqsınız, həm qanqaraldıcı durumları yaradacaqsınız. Həftə balansında. Bunun, bu gedişatların özəyi nəyə bağlanır desək, maddiyyatla bağlı yenilənmələr adına düşüncəniz, limitiniz, sizə gələcək bərpalar, sizə gələcək maddi konuların gərgin nüanslar olaraq özünü qabartması sizi biraz daha qabardacaqdır. Təbii ki, bu düşüncə anlamında bir keçiddir. Dolçalar üçün ən gözəl yenilənmə isə yolculuqlar. Xırda, böyük, uzun, hətta dəyişim, dönüşümlər adına edilən yolculuqlar həftədə start alacaqdır. Və bu çox gözəl enerjidir dolçalar. Hədəflədiyiniz ən əsası da üçlü limit olaraq niyyətləndiyiniz, odaqlandığınız durumların açıq yolculuğu. Ümumiyyətlə, iki arzunuz xırda və böyük anlamda. Həyata keçirəcəyiniz bir nüansın şansını əldə edəcəksiniz. Bir niyyətiniz var ki, təbii ki, bu zaman yolculuğuna bağlanan və xüsusən də özünüzə dair təkmilləşmək adına dalğalar, burada uşaqla bağlı niyyətlər keçidi də öncəlik edir ki, artıq zaman yolculuğunda öz üslubunu və yeniliyini gətirəcək. Həftənin orta zamanlaması dolçalar üçün sevindirici nüansların ard-arda təkrarlanmasıdır. Eyni sevinç payınızdan təkrar sevinç payı alacağınız bir zaman keçididir. Və evdə, ailədə yeni əşya dəyişimi, hətta ev dəyişimi, sənətlə bağlı aktivliklər keçidi həftənin orta zamanlamasında öz öncəliyini alacaqsınız. Bir də burada şəriyinə görülən işlər və iş həyatı yenilənməsində isə yenə də məkan dəyişimi öncəlikdir ki, bu sizin öz xeyrinizədir. Məsələ ondan ibarətdir ki, burada özünüz seçim edərəkdən, özünüz öz işinizin başında duraraqdan, yəni öncəlik alaraqdan irəli gedəcəksiniz. Dolçalar həftənin son zamanlaması isə deyərdim ki, birazcıq əslində bu həftə həm cəmiyyət həyatınız, sosiallığınız öncəlik alacaq, amma o sosiallıqda belə təkliyinizə qapılacaqsınız. Hanə çərçivəsində də özünüz öz duyğularınızı danışdıracaqsınız. Həftə sonu sizə bu gedişatlarda demək olar ki, öz pillələrinizi yenidən qurmaq, öz planlarınızı yenidən başlatmaq adına şanslar yaradacaqdır. Və burada danışıq, söhbət etdiyiniz, xüsusən də burada bəyəfəndilər, xanım fərq etməz və qarşı tərəf bəyəfəndi olaraqdan düşüncə və diyaloglarınız ən öncül şəkildə öncəlik alır, amma bir gözləyin deyilən cümləni eşidəcəksiniz ki, yox, tələsirəm, artıq yenilənməliyəm dediyiniz nisbətlə irəli çəkəcəksiniz zaman yolculuğunu. Uğurludurmu? Əlbəttə ki, uğurludur. Davam edək, əkizlərdən yana baxaq, əkizlər sizin üçün necə bir həftə olacaqdır. Əkizlər. Əkizlər bu həftə sevinəcəksiniz. Əkizlər bu həftə çox ürəyinizcə olan məmnuniyyətləriniz çıxacaq göz önünə. Xüsusən də danışıq, diyalog etdiyiniz, amma öz məkanınızda, öz hanə çərçivənizdə deyil. Yol üzərində, başqa məkanlar üzərində danışıq və söhbətləriniz çox mükəmməl enerji aktivliyi gətirir sizə. Həftədə gözlədiyiniz şansları alacaqsınız. Həftədə gözlədiyiniz limitləri alacaqsınız. Həftədə hətta gözlədiyiniz ikili münasibətlər çərçivəsində o küskünlüklər, o boşluqlar və o narazılıqlar çəkilib gedəcəkdir. Burada dominant olan xüsusən də bəyəfəndi əkizlərdir. Xanım əkizlərdən bəhs edəsi olsaq, əgər gələrmi, əgər tuq-tuq qapını döyərmi dediyiniz cümlədə həftənin orta zamanlamasında münasibətlərinizdə şans yaranır. Və həftənin orta zamanlamasında bir də diqqət etməniz gərəkən mövzu, durum ən əsasıyla əlbəttə ki, özünüzə dair maddi planlamaları yönləndirmək olacaqdır. Maddiyyatla bağlı öz xurcunuzu, öz belə deyim sizə bonuslarınızı yönləndirəcəksiniz. Həftənin son zamanlaması isə əkizlər üçün birazcıq yorğun görünən nisbətdir. Nə anlamda desəz əkizlər? Ətrafdan dəstək gözləyirsiniz, tam dəstək gözləyirsiniz. Ətrafdakı insanlara fikir dəstəyi edərəkdən onların da bu dəstəklər keçidində özünü açıq bir saha olaraqdan göstərməsi zaman alacaqdır və birazcıq bu konularda gərginləşəcəksiniz, amma keçici bir nisbətdirmi? Bəli, xanım əkizlər həftə sonunda sizə gələn hədiyyələrə açıq olun. Zaten bu da sizin günəş
Əkizlər bürcündə doğum energetikanızın yüksələn çərçivəsidir. Mükəmməl bir enerji. Davam edək. Tərəzilərdən yana. Tərəzilər sizin üçün necə bir zaman olacaqdır? Tərəzilər danışıq, diyaloq və ünsiyyətinizi aktiv edəcəksiniz həftədə. Amma yenə də baxacaqsınız ki, yox. Quyuya hasıl tökürsünüz, ən loru dildə deyək, dolmur. Çünki vaxtınızı boşuna və boş insanlara xərclədiyiniz durumlar var. Və bu sözümü əsla yanlış anlamayın ki, zaten bu da öncəlik olaraq elə ən ilkin pillə partner energetikasından başlayır. Tamam, biz dəyərsizləşdirdikmi tərəfi? Xeyr. Sadəcə olaraq dəyərli tutduğunuz tərəf dəyərsiz nüanslarda nöqsanlar tapırsa və bu gedişatlarda artıq sizin danışdıqlarınız özünüzə qalır. Sözümdən əsla incinməyin. Təbii ki, bu sözü iyi anlamda söyləyirik və həftənin orta zamanlaması isə özünüz üçün yeni kəşflər yaradacaqsınız. Belə ki, hər şeyi sıfırdan başlamaq, hər şeyi öz üzərimdə tənzimləmə etmək və hər şey üçün özümə birinci şans yaratmalıyam. Bax, bu zaman qazanırsınız. Bu zaman qazanırsınız tərəzilər. Uzun zamandır buna sizin çox ehtiyacınız var. Və həftənin son aşaması isə subay tərəzilər, gözünüz aydın olsun. Enerji yenilənməsi və köklü dəyişimlər adına, evlilik adına alınan qərarlar, elçilik, nişan, hər anlamında isə bütün situasiyaların öncəliyi var tərəzilər üçün. Tərəzilər bir də həftədə ən çox diqqət edəcəyiniz komfort insanlarısınız. Yeni geyim, yeni əşyalarla öz gününüzü, zamanınızı gözəlləşdirəcəksiniz. Bu kimi durumlarda sizə belə deyim, egonuzun aktivliyi deməyəcəm, amma özgüvənin aktivliyini zaten təkrar yeniləyəcəkdir. Uğurlar.